Aprelin 20'sində bir araya gələn 17 yaşadakı futbolçuların ibarət milli komandamız UEFA İnkişaf turnirində çıxış edəcək. Məşqlərini milli komandaların təlim məşq mərkəzində keçirən yığmamız Qazaxıstanın Çimkent şəhərində 3 oyunda meydana çıxacaq. Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində ev sahiblərlə yanaşı Rusiya və Pakistanla qarşı-qarşı gələcək. Hazırlıq mərhələsindən söz açan çalışdırıcı əsas məqsədlərinin təcrübə qazanmaq olduğunu vurğulayıb. İlk oyunumuz Rusiya milli komandası qarşı oynayacaq. Artıq onlarla bağlı biz bir neçə oyunlarını tapıb analiz eləmişik. Rəqib keyfiyyətli rəqibdir. Zaten biz MDB oyunlarında da onlara qarşı final oynamışıq. Bizim üçün dediyim kimi nəticə bir milli komanda olur, həmişə vacibdir, amma onda da vacib olan futbolçuların inkişafıdır. Bilirsiniz, bu komanda ilin sonunda Avropa çempionatına qatılacaq. Bilirsiniz, bu 17 komandası olaraq. Və bizlər üçün böyük məlumat əldə edəcək hər 3 oyundan sonra. Yeni futbolçular dəvət eləmişik, istər Serbiyadan, istər İspaniyadan həmin futbolçuları görmək istəyirik. İlk dəfədə milli komanda heyətinə qatılıblar. Yığmamızın üzvü Nihat Hüseynzadə də turnirə ciddi hazırlaşdıqlarını deyib. Məşq proseslərinə yaxşı hazırlaşırıq. İstər məşqçi, istər oyunçular, hər kəs öz işinə ciddi yanaşır. Bu inkişaf turniri qarşıdan gələn Avropa oyunlarına hazırlıqdır. Biz istəyirik ki, bu oyunlara yaxşı nəticə göstərək. Hər bir oyunda qalib olaq. Məşqlərimiz gündə 2 dəfə olur. Yəni daha çox taktiki məşqlərə üstünlük veririk, topla davranış, bir də fiziki məşqlərimizə. Yəni rəqiblər bizdən keyfiyyətcə bəzən üstün ola bilər, amma biz çalışıb vuruşub qələbə qazanmağa çalışacağıq orada. Millimiz ilk maçı Rusiya komandasına qarşı keçirəcək. Görüş aprelin 25-i saat 14:30-da start götürəcək.